Bismillahirrahmanirrahim. Elhamdülillah. Ve salatu ve selamu ala men la nebiyye ba'de. Ve biz Şeyh Rabi Rahimahullah'ın Quran məclislərindən çıxardılan faydalar dərsimizə davam edirik. Ən son qalmışdı 35-ci dərsimizdə. Orada Allah Subhanahu taala çoxlu zikirləməkdən danışırdı. Və buyurmuşdu ki, burada Şeyh Rahimahullah, yəni adəti üzərə misafir gələn şeyxə söz vermişdi. Və Şeyh Muhammed Visabi Rahimahullah, Yəmənli Şeyh Muqbilin tələbələrindən o danışırdı. Və indi isə elə bu dərsimizdə də Şeyh Muhammed El-Visabi Rahimahullah sözünə davam edir. Yəni mövzu bədlül məl fi səbilillah və hədər minəl ixtirar bihi. Allah yolunda malı sərf etməkdən danışır və buyurur ki: Elhamdülillah Rabbil alamin və sallallahu və səlləmə alə nəbiyyinə Muhammedin və alə ali və ashabihi ecmaîn. Semi'na ba'del ayat mübarəkətel kərimat. Biz hal-hazırda bəzi ayələr oxuduq, eşitdik Allah Subhanahu mübarək kitabından. Allah Subhanahu və Teala qad zəkərə fi surati Yasin muxbiran an halil kafirin. Allah Subhanahu taala Yasin surəsində kafirlərin halından xəbər verərək buyurur ki: "Və izə qilə lehum anfiqu mimma razaqahumullah və izə qilə lehum anfiqu mimma razaqakumullah qalellezine keferu lillezine amanu en ut'imu man law yasha'ullah at'ama." Allah Subhanahu taala buyurur ki, onlara, yəni kafirlərə Allahın sizə verdiyindən Allah yolunda xərcləyin dediyimiz zaman onlar dedilər ki, Allahın doyurmaq istədiyini biz mi doyuracağıq? Yəni Allah əgər istəsəydi, özü onlar neyərdi? Yedizdirərdi. Bu kafirlərin sözüdür. Və Şeyh Rahimahullah buyurur ki, Allah Subhanahu və Teala yubeyyinu fi hədə ennə min sifatil kafirin. Allah Subhanahu taala buyurur ki, bu halda xəsislik etmək, malını Allah yolunda xərcləmək və demək ki, Allah əgər istəsəydi, özü o kasıbları yedizdirərdi, bu kafirlərin sifətlərindəndir. Bimə faradallahu aleyhim minəl envalihim. O zaman ki Allah Subhanahu taala onlara əmr elədi ki, Allahın yolunda xərcləsinlər mallarından, onlar nə etdilər? Xəsislik göstərdilər. Farada fi envalihim əğniyə en yut'imul fuqara. Allah Subhanahu taala varlıları əmr eləyib ki, mallarına kimi yedizdirsinlər? Kasıbları, yoxsulları yedizdirsinlər. En yu'tem men avcebahullahu lehu zəkə. Və onlara vacib olan zəkatı versinlər. Qal haddara musliminəl mu'minə sadiqin en yəzunnu ennallah xadələhum. Həmçinin Allah Subhanahu taala Quran-ı Kərimdə Tövbə surəsində sadiq möminləri çəkindirmişdi. Nədən? Allah haqqında zənn eləməsinlər ki, Allah onları tənha qoyacaq, ortada buraxacaq və onları köməksiz qoyacaq. Və buyurur ki, Tövbə surəsi 28-ci ayə. Bu ayənin əvvəlindən deyə, burada şeyx ayənin şahid hissəsini zikr eləyib, əsas bizə lazım olan yəni mövzuna əlaqədar. Ayənin əvvəlində Allah Subhanahu taala buyurur ki, həqiqətən müşriklər, innəməl müşrikinə nəcəs, həqiqətən müşriklər nəcisdilər. Bu ildən sonra onları Məscid-i Harama buraxmayın. Onları Məscid-i Harama buraxmayın. Bu da bəzi insanlarda zənn yarada bilərdi ki, onlar Məscid-i Harama gəlməkləri həm də müsəlmanların xeyrinədir. O mənada ki, ticarət əlaqələri var, alırlar, verirlər, satırlar. Aydındır, gəlməsələr deməli bu ticarətdən nə edəcəklər? Məhrum olacaqlar. Allah Subhanahu taala buyurur ki, "Və in xiftum ailətən", əgər siz kasıbçılıqdan qorxsanız, ki, yəni birdən ticarət olmaz və s. "Fəsəvfə yughnikumullahu min fadli inşəə." Allah istəsə sizi öz lütfündən nə edəcək? Zənginləşdirəcəkdir. Yəni siz nə edin? Allah barəsində pis zəndə olmayın ki, Allah Subhanahu taala sizi tənha qoyar, ortada buraxar. Fallahu Subhanahu və Teala yəssir li əhli-t-tuqa və-s-salah və men yəqum bi da'vatil haqq yəssir lehumul xeyr fid-dunya vel-axirə. Allah Subhanahu taala təqva əhlinə, islah əhlinə, kim ki Allah yolunda haqqa dəvət eləyir, ona dünyada da axirətdə nə edir? Kömək eləyir. Və qad rabatallahu ərzaq bi təqva. Allah ruzi verməyini Quran-ı Kərimdə nəyə bağlayıb? Təqvaya. Qale təbarəkə Teala, uca Allah buyurur ki, Talaq surəsi 2-3-cü ayələr: "Və men yettəqillah yec'al lehu məxraca və yerzuqhu min haythu la yahtasib." Kim Allahdan qorxarsa, Allah ona çıxış yolu göstərər. Yəni başına gələn sıxıntılarda və s. və yerzuqhu min haythu la yahtasib, və ona gözləmədiyi yerdən ruziləndirər. Bəzən gözləmirsən. Gözlə Allah Subhanahu ruzini oradan götürür. O oradan göndərir. Sən üzərinə düşən nədir? Allah haqqında yaxşı zənd olmaq. Ki o razzaqdır. Hər bir qulu ruzisi gəlib onu tapacaqdır. Necə ki onun əcəli onu tapdığı kimi. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm nə buyurur? Siz nədən qaçdığınız kimi, əgər siz ölümdən qaçdığınız kimi ruzidən də qaçsaydınız, Allah Subhanahu taala nə edərdi sizi? Ruziləndirərdi. Ölüm sizin nətər gəlib tapmışdı, ruzi də gəlib sizi tapardı. Sonra isə Rahmanullah buyurur ki, və qale Teala, uca Allah həmçinin buyurur ki, Ərəf surəsi 96-cı ayədə: "Vələv enne əhləl qura amanu vettaqav lefetahna aleyhim berakatin mine's-semai vel-ard." Deyir, əgər ölkə əhli, şəhər əhli amanu, iman gətirib Allahdan qorxsaydılar, yəni müttəqi olsaydılar.
Allahın övliyası olsaydı. Çünki Allahın övliyası dost olmaqdan öncə əsas nə lazımdır? İki şərt lazımdır. İman və təqva. Allah Subhanahu bu ayədə buyurur ki: "Vələv enne ehlel qura" Əgər şəhər əhli əmənu iman gətirsəydilər, vəttəqav Allahdan qorxsaydılar, lefətəhna aleyhim bərakatin minəs-səmai vəl-ard. Yerin göyün bərəkət qapılarını olan üzünə açardıq. Sonra buyurur ki: "Fəllezine yaqumuna bid-da'vetil hayyul qayyum yugnihumullah min fadlihi." Kim ki hayy və qayyum olan Allah Subhanahu taala'nın dəvətini, yəni Allah'a dəvəti, Allah yolunda haqqa dəvəti yerinə yetirsə, Allah öz lütfündən onu zənginləşdirəcəkdir. Vallahu azza və celle əmr en yakun maqsudul insan huve taatullah. Allah Subhanahu taala əmr edib ki, insan məqsədi nə olsun? Hətta ruzidə Allah'a itaat olsun. Allah Subhanahu ruziləndirir ki, o ruzinə nə yesən? Allah Subhanahu taala itaat eləsən. Və ennallaha yusakhiru dunya li ibadihi hatta testa'mil fi taatillah. Allah dünyanı kullarına asanlaştırır ki neylesinler? Onu Allah'a itaate sərf eləsinlər. Fəqale azza və cəl mübeyyinən qavlu Nebihi Nuh aleyhisselam. Allah Subhanahu taala Nuh aleyhisselamın diliyle Nuh suresinde buyurur ki فَقُلْ تُسْتَغْفِرُوا رَبَّكُمْ Nuh dedi ki siz öz Rabbinize tövbeleyin. İnnehu kâne gaffâra. Həqiqət onu bağışlayan və rəhmlidir. Yursilus semâ aleykum midrara. Allah Subhanahu sizden bol bol göyden yağış indirer. Ve yumdidukum bi amwalin ve benin. Ve sizin neyin Allah Subhanahu taala gücləndirər. Malınızı, övladlarınızdan size imdad edir, köməyinizə sadar. Və yec'al lekum cennetin və yec'al lekum enhara. Sizə bol axar sular, çaylar və bol bağlar nəsib edir. Fə əhlül haqq la yebi'un dinahum bi'aradin mined-dunya qalil. Haqq əhli dinlərini az bir dünya qarşısında əsla satmazlar. Və la teta'assar da'vahum bi qilletil mal aw bi kəsretihi. Onların dəvəti malın azlığından, çoxluğundan təsirlənməz. Malın az olmağı, çox olmağı, özlərinin zəngin olmağı və yaxud da kasıb olmağı olan dəvətinə, haqq əhlinin dəvətinə təsir edilməz. Əs-sahabə kana ba'duhum yabtali bil faqr hatta yukhru alal ard min şiddetil cu'. Deyir ki, sahabələr kasıbçılıqla imtahan olmuşdular bəziləri. Hətta bəziləri aclıqdan yerə yıxılırdı və yaxud da yerə yapışırdı. Lakinnahum kanu yetemessekuna bil haqq. Lakin haqqdan nə edirlər? Möhkəm yapışırdılar. Və kanu la yetrukun haqqı li ardin mined-dunya. Və haqqı dünya mənfəəti qarşısında tərk eləmirdilər. İnnemâ yebi'ur racul dînehu bi'ardin mined-dunya izâ da'fe dînehu. Ne zaman insan öz dini dünyaya satır? O zaman dininde çok zayıf olur. Dinde zayıflayanda ne dinini neye satır? Dünyaya satır. O zəxtəlle yəqinen billah. Onun qəlbindən yəqinlik çıxanda artıq başlayır öz dinini az bir dünya mənfəət qarşılığında satır. Yəni az bir mənfəət qarşılığında deyəndə bir Quran-ı Kərimdə bir neçə belə ayələr var. Bunların hamısının mənası o demək deyil, yəni çoxa satanda yaxşıdır. Bəzənlər başa düşərlər ki, yəni bu ayda məqsəd odur ki, az dünya malına satmırlar. Deməli çoxa satmaq olar. Allah Subhanahu taala burada ona görə deyir ki, dünya zaten özü də başdan ayağa azdır. Dəyərsiz bir dünya qarşılığında. Yəni demək deyir çox olanda ha 5 manata satdın, ha milyona satdın. Zaten milyon da Allah katında ne dünyanın bir qədir qiyməti yoxdur. Ona görə burada Şeyx Vəsabi Allah rəhmət eləsin, rahmehullah o məşhur hədisi gətirir. Qad sahha Albani fi Sahih el-Cami və qeyrihi enne Nəbi sallallahu əleyhi və səlləm qal. Şeyx Albani Sahihul Cami'də və həmçinin başqa kitablarda səhihləşdirib ki, Peyğəmbər sallallahu əleyhi və səlləm belə buyurur. Salahu awwal hadhihi al-ummə bi-zuhd vel-yaqin. Bu ümmətin əvvəlinin islahı nə olacaq? Zahidlik və yəqinliklə. Zahidlik nədir? Axirdə fayda verməyən hər şeyi tərk eləmək. Çox təriflər var o barədə. Alimlərdə ən barizi budur. Ən məşhuru budur alimlərdən. Zahidlik nədir? Axirdə fayda verməyən hər şeyi tərk eləmək. Bu ümmətin əvvəl islahı nə olub? Yəqinliklə və zahidliklə. Yəqin olublar dinləndə və zahid olublar. Və yəhliku axiruha axırı da məhv olacaq, həlak olacaq bil buxli vəl əməli. Paxıllıqla və boş-boş xəyallarla. Çünki nə qədər boş-boş xəyal quranlar var, insanlar var. Onun üçün insan, yəni arzular insan çalışmalı darıcılır bu konuda. Aydın əvvəlcədə çalışırdılar. İndi başdan hamı alim olmaq istəyir. Amma analiz kitab oxumur. Hamı mühəddis olmaq istəyir, hədis öyrənmir. Aydın adi dünyəvi şeylərdə belə insanlar müəyyən yerlərə çatmaq üçün nələrdən fəda edirlər. Şeyxüzün müteyim edir. Dünyada mərtəbələr belə çalışmaqla qazanılırsa, bəs uca Rəbbin yanında sadiqlik kürsüsündə oturmaq istəyənlər oradakilər niyə çalışmasınlar? Daha çox çalışmalılar. Sonra fəhrisul insan
alel mal en yetemassake bihi ve en yetruku ma faradallahu aleyhi ve sebebül helaki. Yani kulun çalışmak için mal elde eləsin ve Allah'ın ferz elediğini sordu. Bundan terk eləsin. Bu el helakın özüdür. انظر بارك الله فيكم كيف كان خلق النبي صلى الله عليه وسلم لما جاء ضيف عنده في صحيح مسلم لما جاء الضيف إلى النبي صلى الله عليه وسلم. Fikir verin sahabelere ve Peygamber sallallahu aleyhi ve sellem'in yanına konak geldi ve Peygamber sallallahu aleyhi ve sellem buyurdu ki men yudifu hadihi leyle rahmetullah. Kim bu gün bunları misafirleyerse Allah ona rəhmət eləyər. Əslində alimlər hədisin əvvəlindən zikr edirlər ki, qonaq gəlmiş Peygamber sallallahu aleyhi ve sellemin yanına sadece evinde bir şey olmadığı için evinde ne olmadığı için hiç ne olmadığı için. Salavatullahi ve selamu aleyhi. Sallallahu aleyhi ve sellem. Allah'ın müstahane. Aydın neyin şikayetidir, neyin halıdır Allah'ın müstahane. Yani təsəvvür et, yani senin evine qonaq gəlsə hiç neyin olmasa aydındır. Rahmehullah. Yani kim ki bunları dizdilərsə Allah ona rəhmət eləyir. Özün yoktur. Hamle edici bu da caizdir. İcazəlidir. Yani sen gəlib bir qonağı yoktursa, yani başkasının yerinden yanına qonaq apara bilərsən və ya təklif edə bilərsən ki, kimsə imkan varsa bu qonaq olsun, problem yoxdur. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm özündə yox idi. Dedi kim bunlar qonaq eləyər? Subhanallah. Fəqama racul minəl ansar, ensarlardan Mədinə cəmaatından olan bir nəfər qalxdı ayağa. Dedim mən, ya Rasulullah, mən onu evində qonaq eləyərəm. Və adamın evindən xəbəri yoxdur. Ki, yəni nəyi var, nəyi yox. Sadəcə cömərtlik edir. Riyasılıq, xəbəri yoxdur, evdə var ya da yoxdur. Çünki mən eləyərəm. Götürür bunları, gətirir və qalil murad. Öz həyat yoldaşına gətirir. Əslində bu hədisdə nə qədər ibrətlər var, nə qədər faydalar var, biz oraları girmirik. Mövzumuza deyil. Allah'ın müstahane. Qadın demədi, hara gətirmirsən bunları, heç məndən soruşmuşsan, kimdir bunlar, əvvəldən madiyyə edin, subhanallah, kim gəl çağırırsan, tanımadığın adamdır, və la havlə və la quvvətə illə billah. Allah'ın müstahane. Allah halımızda Allah'a şikayət edik. Allah'ın müstahane. Və dedi ki, illə qutu sibiyən, məndə uşaqların yeməyindən başqa heç nə yoxdur. Heç onların başını qat. Onların başını qat, yatsızdır. Fəətvi sırac və onlar elə çırağı da söndür ki, şam çıraq və s. söndür ki, onlar elə biz də yiyirik onlarla bərabər. Və zə əhvali yəkulü fəqumu ilə sırac hətta tutuyor. Gördün onlar yedilər, qutardılar, get təzdən neylə? Həmin çırağı yandır. Fəqa'du və əkləb dayf, oturdular, qonaq yedi. Fələmmə əsbəhə qadə ilə alə-nəbi sallallahu aleyhi ve sellem fəqal. Allahu akbar. O zaman ki səhər oldu, getdilər Peyğəmbər sallallahu aleyhi ve sellem yanına xəbər verdi sahabə bu halı. Qalə nəbi sallallahu aleyhi ve sellem, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurdu ki, Aciballah min sani'ikuma bidayfikuma leylə. Allah gecə sizin öz qonağınıza qarşı, yarhamukallah, Allah sizin gecə öz qonağınıza qarşı davranışına təəccüb elədi. Bəzi alimlər deyirlər ki, bu hədis dəlildir ki, Allahın təəccüb sifətinin isbatı sadəcə məxluqun təəccübü kimi deyil. Məxluqun təəccübü odur ki, bilmədiyi şey baş verəndə təəccüblənir. Allah isə əzəldən hər şeyi biləndir. Aydındır, sən nədə təəccüblənirsən? Nəsə görürsən, bilmirəm, xəbərin yox deyirsən. Siz gəldiniz, çıxdınız və yaxud bir şey belə baş verdi, xəbərin yox da o şey baş verəcəyindən. Allah subhanət əvvəldən bilirdi olanın halını. O təəccüb sifətinin isbatını özünə yarışar şəkildə. Və həkədə. Və şeyh deyir ki, beləcə, aleynə ən nətəməssək bi davətəl haqq. Biz gərək haqq yolundan möhkəm yapışaq. Əllənə bi ədinənə bi aradə minəd dünya. Dinimizi dünya mənfəəti qarşılığında neynəməyək? Satmayaq. O nunfiqa. Və bacardıq qədər neynəyək? Allah subhanət yolunda xəşdiyək. Qalə təbarək və təalə. Uca Allah buyurur ki, Yəbnə Ədəm unfiq aleyk. Ey adam oğlu, xəşdə ki, mən də sənə xəşdiyim. Yəni, ver ki, mən də verim. Barakallahu fikum və fəvqəməllah likulli xayr. Subhanakallah və bihəmdik. Əşhədən lə illə əstəğfirullah və etûbü ileyh. Bundan sonra inşallah 37-ci məclisə davam edək. Allah sizə bərəkət versin. Selamun aleyküm və rahmetullahi və bərəkətuhu.